8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Videoya başlamazdan əvvəl Bilinməyən Gerçəklər kanalı adından bütün xanımları səmimi qəlbdən təbrik edirəm. Hər birinizə qadın xoşbəxtliyi, sağlamlıq və uğurlar diləyirəm. Həyatınız hər zaman sevinç və gözəlliklərlə dolu olsun. Bayramınız mübarək, əziz xanımlar. Bu günün arxasında göz yaşları, mübarizə və bir faciə dayanır. 1857-ci ildə New York şəhərində minlərlə qadın küçələrə axışdı. Onlar daha yaxşı iş şəraiti, kişilərlə eyni maaş və səsvermə hüququ uğrunda mübarizə aparırdılar. Amma qarşılarında güclü bir maneə var idi. Cəmiyyət onları susturmaq istəyirdi. Polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Bu hadisədən 53 il sonra 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm konferansında Almanya Sosial Demokrat Partiya liderlərindən olan Clara Zetkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın Dünya Qadınlar Günü olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir. 1975-ci il Dünya Qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşüb. Həmin ilin Beynəlxalq Qadın ili elan edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatında 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. 2 il sonra 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib. Bu günün məğzinə uyğun olaraq mübarizliyin, cəsurluğun, qorxmazlığın simvolu olan Azərbaycanlı xanım, repressiya olunduqdan sonra taleyi naməlum qalan Azərbaycanın ilk jurnalist qadınlarından biri Gülarə Qədirbəyova haqqında danışacağam. Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa qəzası, indiki Şəki rayonunun Başgöynük kəndində Ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini öz kəndlərindəki məktəbdə başlayan az yaşlı Gülarənin atası İbrahim bəy kəndxuda işləyirdi. Gülarə hələ balaca olduğu illərdə atası kənd bəyləri tərəfindən öldürülür. Qadınların çətinliklə təhsil aldığı bir dövrdə Gülarə 17 yaşında Şəkidə pedaqoji kursu bitirir və müəllimlik edir. 20 yaşında Şəkidə Qadınlar şöbəsinin müdiri təyin edilir. 1923-cü ildə Azərbaycanda ilk dəfə çap olunan Şərq Qadını jurnalının ilk xanım müxbirlərindən biri olur. Gülarə jurnalda dərc olunan yazılarını köylü qızı təxəllüsü ilə yazırdı. Bu sahədəki bacarığı Gülarəni jurnalın baş redaktoru vəzifəsinə qədər yüksəldir. Jurnalist kimi söz azadlığını, qadın hüquqlarının müdafiəsi, Hüseyn Cavid, Əhməd Cavad və Seyid Hüseyn kimi ziyalılarla dostluq etməsi onu Sovet hakimiyyətinin gözündə düşmənə çevirir. 1936-cı ildə Gülarə Qədirbəyovanın rəhbərliyi ilə Bir Sarayın Tarixi adlı kitab çap olunur. Sanki Sovet hakimiyyəti də dörd gözlə belə bir addımın atılmasını gözləyirdi. Belə ki, onlar bu kitabı millətçilik ruhunda yazılmış bir əsər kimi qələmə verirlər və kitabın redaktoru olan Gülarə xanımı təqib edirlər. Həbs olunan Bolşevik Həmid Sultanov öz ifadəsində onun əks inqilabçı təşkilatının üzvü olduğunu bəyan edir. 1938-ci ildə ikinci həyat yoldaşı Asəf Rəhmanov xalq düşməni kimi damğalanaraq güllələnir. Ögey qardaşı Kərim Qaziyev sürgün edilir. Gülarə xanım da öz anasının dəfn mərasimində həbs olunur. Ona qarşı irəli sürülən heç bir ittihamı qəbul etmir. İttihamları nə qədər inkar etsə də ağır işgəncələrə məruz qalır. Gülarə 1939-cu ilin iyununda 5 il müddətinə Sibirə sürgün edilir. Bəzi mənbələrdə onun 1942-ci ildə Sibirdə vəfat etdiyi yazılır. Amma 1950-ci ildə yazılmış rəsmi protokollardan birində Gülarənin Sibirdə yoxa çıxması və axtarışı barədə raport yazılıb. Ölümündən 15 il sonra 1957-ci ildə Gülarə xanıma bəraət verilir. Gülarə Qədirbəyova kimi qadınlar tariximizdə silinməz izlər buraxaraq sübut ediblər ki, qadınlar yalnız həyat verən analar deyil, həm də cəmiyyətin ən mühüm güclərindən biridir. Onların cəsarəti, fədakarlığı və mübarizəsi 8 martın mahiyyətini daha da möhkəmləndirir.